Hazırda aidiyyatı dövlət qurumları tərəfindən paytaxtın bir neçə küçə və prospektlərində yolda təmir işləri aparılır və bu səbəbdən də bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib. Əvvəlcə təmir səbəbindən məhdudiyyət tətbiq edilən yollarla bağlı məlumat verim ki, Xətai rayonu Babək prospekti ilə Süleyman Vəzirov küçəsinin kəsişməsində, Nərimanov rayonu Həsən Əliyev, Aşıq Molla Cümə küçələrinin kəsişməsi, Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər olan hissədə, yəni hər iki istiqamətdə təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bundan başqa Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi, orada Şəki dairəsi, yəni Şəki restoranının yaxınlığı olan dairədən Nərimanov metro stansiyası istiqamətində, Nərimanov rayonu Əliyar Əliyev küçəsi, Ziyabnedo prospekti istiqamətində, Səbail rayonu Badamdar şosesi və Əziz Nəzərov küçəsinin kəsişməsində, Səbail rayonu Badamdar şosesi, hospital var, onun yaxınlığından mərkəz istiqamətində hazırda təmir işləri aparılır və sürücülərimizdən də xahiş edirik ki, yollarda olan yol nişanlarının tələblərinə əməl etsinlər və aparılan təmir işlərini də nəzərə alıb müvafiq olaraq alternativ yollardan istifadə etsinlər.